Gördüğünüz foto Bakıda çəkilib. Bu qızlar hamısı bu avtomobilin içindən düşüblər. Nə baş verib az sonra deyəcəm sizə. Görüntülər də var, izləyəcəksiniz. Öncə xahiş edirəm videonu bəyənin, paylaşın, səhifəmizə takib atın ki, məlumatlarımız hər kəsin qarşısına çıxsın. Ötən gün Bakıda yenə yağış var idi. Güclü yağış küçələri keçilməz etdi. Bir vətəndaş avtomobilini saxlayıb körpü edib. Xanımlar, uşaqlar avtomobilin içindən keçərək körpü kimi digər tərəfə keçirlər, ayaqları islanmasın deyə, suya düşməsinlər. Həqiqətən çox yaxşı görüntülərdir. Bax, videoda da izləyirsiniz. Ümumiyyətlə, bir neçə belə xoş görüntünün şahidi olduq. O itin balalarını xilas edən gənc oğlan. Sözüm onda yox. Keşke Bakı şəhər İcra Hakimiyyətinin rəhbərliyi də elə icra başçısı Eldar Əzizov da bu görüntüləri görə növbəti yağışlı havada küçələri su basanda öz avtomobillərini bax belə körpü edələr. Çünki həqiqətən yağış çox yağır, küçələri su basır. Beğenin, paylaşın.